Salam, xoş gördük. Həkim nə deyir verilişi efirdədir. Əminəm ki, bugünkü verilişimizin qonağı sizin ürəyinizcə olacaq. Problemlə tez-tez qarşılaşırıq, kökəlirik, arıqlayırıq və bunun səbəblərini araşdırırıq. Qonağımız reabilitoloq, fitness məşqçisi Əli Mərdanovdur. Xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Əla. Əli bəy, necə bir həyat yaşamısınız? Hardan başlamısınız? Uşaqlığınız necə keçib? Ən azı 100% deyə bilərəm ki, maraqlı keçir. Keçir və ümid edirəm ki, keçəcək də. 2019-cu ilə qədər məktəbdə və universitetdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirdim. Mənim ilk təcrübəm oradan gəlir. Əmək fəaliyyətiniz? İlk ali təhsilim də oradandır. Amma idmana böyük bir həvəsim olduğuna görə 2019-dan keçdim bu sahəyə və İsveçrədə və Amerikada təhsil alandan sonra bu istiqamətdə fəaliyyətimi davam elətdirdim. Bu mənim üçün Yapon dilində bir termin var, ikigai. İnsanlara lazım olan, sən sevdiyin və qazana biləcəyin bir birləşməsidir. Və idman, reabilitasiya olsun, idman olsun, bu mənim ikigayımdır. Nə gözəl. Əli bəy, necə bir ailədə böyümüsünüz? İdmançı var idi, riyaziyyatçı mı var idi? Necə oldu ki, bu sahələri seçdiniz? Məncə hamıdakı kimi olan demək olar ki, ailədir. Tək ana məni və bacımı böyüdüb və deyə bilməzdim ki, hansısa bir çətinlik çəkirdim. Ailəmizdə idmançılar yox idi. Qohumlarımızın arasında idmançılar da demək olar ki, yox idi. Bəs riyaziyyatçılar? Riyaziyyatçılar da yox idi, amma anamın ilk təhsili ekonomika sahəsindədir. İkinci təhsili isə o psixoterapiyadır, psixoloqdur. Ümumiyyətlə bizim seçdiyimiz yolumuz komplekslidir və sırf valideynə onu əlaqələndirmək olmaz ya da sırf cəmiyyətə ya da sırf təhsilə. O çətin bir mental kompleks bir prosesdir ki, harda ki biz çox şey təsirin altında böyütdükcə öz həyat yolumuzu seçirik. Əli bəy, necə oldu riyaziyyat müəllimliyindən fitness müəllimliyinə? Məşqçi. Bir də mən səhv etmirəmsə, siz 2 dəfə ölkə çempionu olmusunuz. Powerlifting sayəsində, bəli. Hamı tez-tez soruşur məndən və hamı üçün o 2 dənə fərqli bir istiqamət kimi gəlir. Fitness və sağlamlıq, tibb, o dəqiq bir elmdir. Yəni o subyektiv, bu gün belə eləyək, sabah belə eləyək, mən yeni bir metodikanı kəşf edim, yox. Yəni ancaq rəqəmlərə əsaslı bir yanaşma olmalıdır. Ona görə də riyaziyyatdan reabilitasiya tərəfinə keçmək üçün mənim üçün həm maraqlı idi. Ümid edirəm ki, hələ yaxşıyam. Gəncsiniz, cavansınız, amma durmadan yeniliklər, durmadan yeni bir şey, bəli, üzərində işləyir. Yorulmursunuz ki? Həm həm yox. Bizim üçün istirahət çox önəmlidir. Amma bizdə 2 növ istirahətimiz var. Fiziki istirahət o maksimal qədər komfort zonada qalmaqdır. Bütün gün evdə uzanırsan, heç yerə getmirsən, qərarları qəbul etmirsən, problemləri həll etmirsən, maksimal qədər komfort zonada qalırsan. Doyunca yatırsan, doyunca yeyirsən. Bəli, bu bir növ istirahətdir, hər kəsə lazımdır. İkinci növ istirahət o sizi mental, ruh cəhətdən dolanan bir fəaliyyətdir. O da oxumaqdır, səyahətdir, başqa insanlarla ünsiyyətdə olmaqdır, qarşında qoyulan bir məqsədlər və onun yolunda qarşılayan bir çətinliklər, onlarla necə rast gəlirsən və s. Bu hamısı sənin kim olduğunu göstərir və yaxşı olar ki, sənin mənfi tərəflərin varsa, eksperiment edərək, məsəl üçün, yarışa hazırlaşaraq görə bilərsən ki, mənim iradəm o qədər də əslində güclü deyil. Mən onun üzərində işləyim. Nə vaxt ki, sən gəlib həyatda real çətin bir hadisə ilə rast gələndən sonra
görürsən ki, wow, mənim iradəm çatmır. Məcbur olursan ki, kiməsə müraciət edərsən, başqa insanlardan kömək istəyərsən, həmişə lazım olan insanlar yanında olmur. Ona görə bəli, həm yorulursan, amma həyat çox maraqlı keçir. Uşaqlıq illərindən hər zaman eşitmişik ki, sağlam bədəndə sağlam ruh olur. Yəni bu devizlə biz böyümüşük. Amma son zamanlar mənə elə gəlir ki, ruhla bədən arasındakı tarazlıq pozulub. Sizcə bu nə ilə bağlıdır? Təsəvvür edin ki, sizdə maşın var. Maşının içində mexanik detallar var və elektron detallar var. Biri xarab olanda maşın getməyəcək. Eyni şey də burdadır. İnsanın bədəni və mental vəziyyəti bir-biri ilə əlaqədardır və bir-birinə təsir edirlər. Təbii ki, xəstə bədənlə sən öz mental tərəfini düzəldə bilmərsən. Ona görə də hər ikisi vacibdir. Yəni bəzi hallarda bizim mental vəziyyətimiz o hormonların pozuntusu və ümumiyyətlə sağlamlığın pozuntusu ola bilər. Eyni şəkildə də bizdə mental vəziyyətimiz pis olanda, məsələn, depressiya götürəndə, heç nə etməmək istəyi olanda, təbii ki, sən pasiv qalırsan, pis vərdişlər yaranır, nəticədə sağlamlığa da təsir edir. Ona görə də balans pozulur ruhla bədən arasındakı. Bəli, ümumiyyətlə balans çətin bir sözdür və inanmıram ki, buddist monaqlardan başqa kimsə deyə bilər ki, mən balansı həyatda hər dəfə saxlaya bilirəm. Əli bəy, məsələn, biz uşaq olanda, xüsusilə 80-ci illərin uşaqları, həmişə məktəbdə müəllimlərimiz ya da böyüklərimiz deyirdi ki, kim sevirsə idmanı, Poladdan olar canı. Siz bu haqqda nə düşünürsünüz? Ümumiyyətlə, axırıncı 30 ilin ərzində insanların gündəlik aktivliyi səviyyəsi çox düşdü. Yeməklərin istehsalı, Fast foodlar deyirsiniz. Ümumiyyətlə, yeməklərin istehsalı çoxalıb ümumiyyətlə. Və nəticədə biz 1000 illərlə adaptasiya olduğumuz formada qalaraq axırıncı 30-50 ilin ərzində tam fərqli bir həyat tərzinə vurulmuşuq. Harda ki biz az aktiv çox yeyirik, az aktiv oluruq və nəticədə çoxlu bir problemlərə gəlib çıxardır. İdmanın məqsədi həm oyun formatında insanları əyləndirmək, qədim Kolizeydən başlayır və olimpik oyunlarından başlayır. Eyni vaxtında da o bugünkü günə, bugünkü dövrdə o aktivliyin, gündəlik aktivliyin saxlamağın bir variantıdır. Tez-tez eşidirik ki, fitnessə gedirəm, bədənimi saxlayıram, çəkimi artmağa qoymuram. Buna riayət edən insanlar çoxdur. Həm də artıq çəkidən əziyyət çəkən insanlar da çoxdur. Yəni elə bir ki, bilmirəm 70-30 olub, 50-50. Necədir bax sizcə? Artıq çəki bu dünya bir problemidir. Statistika üzrə 3-cü yerdədir. Ölkədən ölkəyə faizlər dəyişir. Məsəl üçün ən yüksək göstəricilər Amerika Birləşmiş Ştatlarındadır. 70+%-ə gedib çatıb. Təsəvvür edin ki, əhalinin 70%-i artıq çəkidən əziyyət çəkir. Fərqli ölkələrdə ən balaca göstəricilər mən bildiyim qədər deyəsə Yaponiyadır. Bizdə də rəqəmlər təəssüf ki, artır. Axırıncı statistikaya görə 40+40-50% arasında idi. Səhv tam dəqiq deyə bilmərəm, amma 40-50 arasındadır. Yəni o deməkdir ki, hər 10 insandan 4 nəfər artıq çəkidən əziyyət çəkir. Bunun səbəbi nədir? Məsələn, mən də görürəm, özümdə də bu proses gedir. Həkimə gedirəm, müayinələrdən keçirəm, hər şey qaydasındadır, belə görünür. Amma məsələn, bir balaca şirniyyatdan, məsələn, necə deyim, dilim şirniyyatdan kökələ bilirəm və ya mənə elə gəlir ki, mən kökəldim. Həm də çəkiyə çıxanda da o fərqi görürəm. Görürəm ki, artıq məndə məsələn bir 500 qram artmışam. Bir də sürətli kökəlirəm. Yəni bu problem məndə deyil. Ətrafımdakı bir çox xanımlar eyni belə deyim ki, bu baxımdan eyni dərddəyik ətrafımdakı xanımlarla. Bir neçə faktor burada nəzərə almalıyıq. Birinci faktor bu insanın bədənində əzələ kütləsinin çəkisi. Sizdə nə qədər əzələ kütləsi çoxdur, o qədər də siz hərəkət etdikcə və sadəcə oturduqca
o qədər də çox siz enerji istifadə edirsiniz. Və bu halda siz hansısa bir məhsulu yeyərkən artıq çəkini almağın ehtimalı azalır. Bu birinci faktordur. İkinci faktor və təbii ki, əzələ kütləsinin çox olması üçün siz stimul verməlisiniz. Yəni idman eləməlisiniz. Hər bir idman təbii ki, fərqli bir nəticələrə gəlib çıxarda bilir və ən effektiv təbii ki, güc məşqləridir. Harda ki, siz stimul verirsiniz ki, bədən əzələ kütləsini artırsın. Bu birinci faktor. Biz də o qədər idmanı çox sevirik ki, xalq olaraq. Bəli. İkinci faktor bu belə deyim də sosial bir faktordur. Harda ki, biz məcburuq hərəkətsiz olaq. Ona görə ki, həyat tempi artır və nəticədə biz A nöqtəyə, B nöqtəyə, C nöqtəyə çatdırmalıyıq, maşına oturduq. Təbii ki, biz piyada ilə gəzsək hər yerə gecikərik. Təbii ki, o alınmır. İkinci faktor iş çoxalır. Təbii ki, mən başa düşürəm ki, ailəli insanların həm də uşaqları var və s. və gündəlik fəaliyyətində bu idmanı ya da 1 saat, saat yarım aktivliyi yerləşdirmək insanlar üçün biraz çətin olur. Bu ikinci faktordur. Üçüncü faktor, yəni hərəkətliliyin səviyyəsi azalıb. Üçüncü faktor təbii ki, o qidalardır. Belə bir termin var, glikemik indeks. Sadə dillə, yəni fərqli bir yeməklər var. Eyni qramajla götürsək, yüksək glikemik indeksi olan yemək və aşağı glikemik indeksi olan yemək eyni miqdarında fərqli bir kaloraj verir, fərqli bir enerji verir. Və nəticədə yüksək glikemik indeksi olan məhsullar çox kaloraj tərkibdirlər. Biz onları yeyərək fikirləşirik ki, az oldu, amma çox kalori artıqlaması ilə yedik. Üçüncü faktor isə bu məhsulları yeyərkən təəssüf ki, onların sayı çoxalır. Fast food bir qırağa, yəni biz belə deyim də, bizdə dönərlər də var, fast foodlar var. Nə qədər nutrisioloqlar eksperimentləri aparıblar ki və göstərdilər ki, 3 ayın, 4 ayın ərzində 10 kiloya qədər çəki verirlər. Eyni vaxtında ancaq fast fooddan qidalanırdılar. Yəni təbii ki, yemək önəmli deyil, əsas miqdardır, kalorajdır və s. Bəli, onu tez-tez deyirlər əslində. Və insulin adlanan bir hormondur. İnsulin ümumiyyətlə bir hormondur ki, hansı ki idarə edir ki, yəni siz yediyiniz enerji hara gedəcək? Yəni bədəni saxlamaq üçün ya da depoya, ya da piyə. Və təəssüf ki, yüksək glikemik indeksli olan məhsulları çox yeyərkən insulin səviyyəsi qalxır və nəticədə siz güya ki, biraz yediniz, amma artıq çəkini qazandınız. Plus hərəkətsizlik və nəticədə belə bir problem. Əvvəllər daha yüngül idman növlərindən, məsələn, aerobika ilə, ondan sonra sadəcə olaraq bir balaca bədənimizi hərəkət etdirməklə ya da yürüyüş etməklə deyirdilər ki, bundan bədən çəkisinə nəzarət etmək olar. Bugün idman salonlarına getməlisən, ağır daşlar qaldırırsan, ağır əzələ hərəkətlər edirsən və bunların hamısı bəlli bir vaxt aparır. Siz nə düşünürsünüz və siz nəyi məsləhət görürsünüz? Ümumiyyətlə, çəkini idarə etmək üçün kifayət qədər gündəlik aktivlik saxlamaq və təbii ki, sizi normada saxlayan qidaları qəbul etməkdir. Əvvəl biz daha çox meyvə, tərəvəz, liflərlə dolu yeməklərə meylli olan bir əhali idik. Axır vaxtları isə təəssüf ki, biz daha çox yeyək ki, fast foodlara meyli, tez bazar atışaq, yeyək, gücümüzü keçirək. Üzr istəyirəm, belə bir şey də vardı Əli bəy. Əvvəl də biz yağlı yeməklər yeyirdik. Dolmalar, quzu quyruğu ilə, hər bir şeyini biz onları istifadə edirdik, düz demirəm? Həkimlər düşünürlər ki, quzu quyruğu, yəni quyruq yağı zərərsizdir, elə deyilmi? Hər şey həm zərərli, həm zərərsiz ola bilər. Miqdardan yenə də deyirəm, asılıdır. Bizim mədə sistemimiz fərqli bir qidalara fərqli reaksiyalar verir və nəticədə nəyisə çox tez həzm edir, nəyisə heç həzm edə bilmir. Məsəl üçün, laktoza tərkibi olan məhsulları bizim bədənimiz həzm edə bilmir. Yəni, ancaq ilk 1 yaşa qədər, biz anadan olmuşuq, ilk 1 yaşa qədər bizim sistemimizdə lazım olan amin turşular var ki, hansı ki, laktatı, laktozanı həzm edə bilir. Sonra
onlar bizdə yoxdur. Nəticədə biz onu davam edirik. Amma sualına qayıtsaq ki, yəni sırf idmanların arasında olan fərqlilik nədən ibarətdir, trendlər və s. siz məcbur deyilsiniz ki, zala gedərsiniz və ağırlıq qaldırarsınız. Sadəcə elm inkişaf edir və insanın haqqında biz indi daha çox bilirik və bugünkü günə ən effektiv insana təsir edən, pozitiv formada təsir edən yollarını biz artıq bilirik və bilirik ki, qocalma prosesi yavaşlandırmaq üçün biz maksimal qədər əzələni saxlamalıyıq. Təbii ki, əzələni saxlamaq üçün biz zala gedəcəyik. Amma sırf çəkini idarə etmək üçün kifayət qədər qidanı məhdudlaşdırın. Qidanı, aha. Və sadə gəzinti ilə siz idarə edə biləcəksiniz hər şey. Bilirsiniz ki, indi gün 24 saatdır, amma bu bizə yetmir. Səhər işə gedirik, vaxt çatdıra bilmirik, həqiqətən çatmır. Bir də görürük ki, artıq axşam oldu, biz evdə qayğılarımız var, məişət problemlərimiz var. Xüsusilə analar evdə yemək bişirirlər, ailənin qayğısını çəkirlər. Evdar qadınlara və ya işləyən qadınlara, vaxtı olmayan qadınlara ki, idman salonuna getmək üçün nə məsləhət görərdiniz, nə tövsiyə edərdiniz? Artıq çəkili insan üçün və normada olan insan üçün tövsiyə fərqli olacaq. Unikal bir tövsiyə yoxdur. Və təbii ki, artıq çəkili insanın oynaqları qorumaq üçün biz məşq verərək oturaq vəziyyətində ya da uzanaraq oynaqlara az təzyiq verən bir aktivlik təklif etməliyik. Adi gəzinti, yürüyüş ən önəmlidir. Yürüyüş hər kəs edə bilər və yürüyüş edərkən özünə zədə verməyin ehtimalı çox azdır. Okay, daha dərin getsək, sırf normada olan insanın haqqında danışırıqsa, yəni ən böyük əzələləri stimul verən çalışmaları biz etməliyik. Onlardan biri oturmalardır. Yəni stolun üstündə, stolsuz oturmalardır və s. Oturub qalxmaqlardır. Oturub qalxmalardır, bəli. Çox asan. Əlavə çəki götürərək əlavə bir stimul da verə bilərsiniz. Yəni su qabında da su qabı, balon, 5 litrlik balonu götürün, əlində saxlayın, bu qədər. Uşaqla, məsəl üçün bəzi blogerlər görürəm ki, uşağı götürüb, bəli, uşaqla oturub, həm uşaq əylənir, həm özləri də məşq edirlər. Sonra qarın, kor əzələləri, hansı ki sizin qamətinizi saxlayır, onlara uzanaraq bir neçə hərəkətlər bəs edir. Kürək hərəkətləri. Təbii ki, ev şəraitində kürək hərəkətlərini hamısını yerinə yetirmək həmişə imkanımız olmur. Son zamanlar tez-tez qarşımıza bir həftəyə 5 kilo atmaq kimi proqramlar çıxır və doğrudan da bəzən biz diyetoloqlara müraciət eləyəndə hansısa bir müddət ərzində o çəkiləri doğrudan da ata bilirsən. Tez zamanda bu qədər çəki atmağın bizim orqanizmimizə nə qədər zərəri var? Çəkini tez salmaq bədən üçün böyük bir stressdir. Və təbii ki, bizim ürək-damar sistemimiz uyğunlaşa bilmir və nəticədə fərqli bir sağlamlıq problemləri gəlib çıxarda bilir. Ona görə də məsəl üçün sırf mənim subyektiv bir düşüncə, abdominoplastika, liposaksiya və çox qısa bir müddətin ərzində çəkini salan yanaşmalar sağlam deyil və bir gün problemlərə gəlib çıxarda biləcək. Bir həftəyə 5 kiloya qədər həqiqətən çəkini salmaq olar fərqli bir manipulyasiyalarla. Bu təbii ki, pi formada olan çəki deyil. Biz artıq öz qida davranışı pozmuşuqsa və karbohidrat, yüksək glikemik indeksi olan qidaları çox yeyiriksə, nəticədə 1 qram karbohidrata bizdə 3-5 millilitrə qədər bədən su saxlayır. Və təbii ki, siz bir həftənin ərzində xüsusi bir proqramla karbohidratları ləğv edərkən öz qida rasionunda bir həftənin ərzində, yəni 3 kilodan 5 kiloya qədər siz ancaq su bədəndə olan suyu İlkin etap, yəni biz yağdan vermirik. Yəni çəkimiz sadəcə olaraq bədənimizdən su. Professional idmançılar yarışa hazırlaşarkən və məsəl üçün mən özüm yarışlara hazırlaşarkən axırıncı 3-4 kilonu ancaq yarışdan 3-4 gün əvvəl karbohidratları ləğv etdikcə təbii ki, suyu atıram. Bəzən qarşımıza elə insanlar çıxır ki, bizim vermək istədiyimiz çəki onların arzusudur. Kökəlmək üçün etmək lazımdır ki, amma zərəri olmasın, qaraciyərimiz yüklənməsin, piylənmə olmasın. Bədəni indiki olan formada, sadəcə olduğu formada saxlamaq üçün x qədər bizə kalori lazımdır. Məsələn, götürək 2000.
Siz gündə 2000 kalori yesəz, fərqli qida ilə, istəsəz fast foodla, istəsəz sağlam qida ilə siz kökəlməyəcəksiniz. Təbii ki, fast foodla qidalanaraq təbii ki, lazım olan vitamin, makronutrient kifayət qədər almayacaqsınız və nəticədə İmmun sağlamlığa sistemində bir təsir olacaq. Olacaq, yes. Eyni vaxtında daha sağlam qidalansanız, təbii ki, yenə də kökəlməyəcəksiniz və sağlam qalacaqsınız. 2200 kalori siz yesəz, təbii ki, bir ilin ərzində siz çəki alacaqsınız. 1800 kalori yesəz, təbii ki, siz hansısa bir çəkiyə qədər çəki salacaqsınız. Çəkini almaq üçün biz bu profisit deyilən bir termindir. Yəni daha çox yeməliyik. Daha çox yeməliyik. Hal-hazırda olan bədənin lazımlı bir miqdardan daha çox yeməliyik. İndi daha sağlam çəkini istər almaq, istər salmaq üçün biz üstünlük belə götürək də unikal bir tövsiyə götürmək istəyiriksə, təsəvvür edin ki, sizdə qabdır, qabın üstündə 50-60% bu zülalla dolu bir məhsullardır. Yəni toyuq, ət, balıq, yumurta və s. 30% liflərlə dolu. Bizim bəxtimiz gətirib ki, bizim ölkədə meyvə, tərəvəz çoxdur. Gedirik istər mağazinə, istər bazara, orada tərəvəzləri çox alırıq. 30% onlardır. Qalan yağlardır. Yağları da biz zeytun yağları, sonra qoz, fındıq və s. oradan ala bilərik. Və bu qanunla siz getsəz, böyük ehtimalla həm sağlam qalacaqsınız, həm sizə lazım olsa çəkini də alacaqsınız, ya da əksinə. Mən məsəl üçün 92 kiloyam. Öz boyuma görə bu mənim üçün sayılır artıq çəki. Amma mənə baxaraq heç kim deyə bilməz ki, sənin artıq çəkin var. Ona görə siz də 92 kilosuz. Bəli. Aha. Boyunuz 178. Bu normaldır sizdə? Yəni mənim üçün belə götürək də, yəni standartlara görə təxmini 78-80 kilo, maksimum 83-ə qədər mən olmalıyam. Yəni artıq bir çəkim əslində göstəricilər var, amma elədirmi? Təbii ki, yox. O əzələ kütləsidir. Ona görə də biz çəkiyə yox, öz güzgüdə olan formaya baxmalıyıq və çəkiyə ilişməməliyik. Bunun bir. Yəni yaraşır, yaraşmır. Bəli. Eyni şəkildə qadınlarda, yəni onlar təəssüf ki, çəkini alıb yada saldıqca sırf olan pi faizi ilə onu etməyə çalışırlar, amma əzələ kütləsinə baxmırlar və inandırım ki, yəni siz əzələ kütləsində işləyib çəkiyə fikir verməsəz, daha gözəl, daha davamlı bir nəticəyə gələ biləcəksiniz. Bizim üçün o görüntüdən daha çox çəkidəki görüntü maraqlıdır. Neçə kilo arıqlamışam. İndi isə reklamlara ayrılırıq. Reklamlardan sonra Əlim müəllimə çox maraqlı suallarımız var. Kraton klinik sağlamlığımızın qeydinə qalır. Klinikada qadın və kişi sağlamlığı, gastroenterologiya, hepatologiya, kosmetologiya, həmçinin estetik cərrahiyyə fəaliyyət göstərir. Tibb müəssisəsində uşaq sağlamlığı mərkəzləri, eləcə də fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də var. Yüksək peşəkar mütəxəssislər, endokrinoloq, diyetoloq, kardioloq, terapevt, infeksionist, dermatoloq, ginekoloq, uroloq, androloq və digər poliklinika ixtisasında tibbi xidmətlər aparılır. Cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaferez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətləri mövcuddur. Xəstələrimiz əmin ola bilər ki, estetik cərrahiyyə, estetik ginekologiya və andrologiyada istifadə olunan son model cihazlar da məhz Kraton klinikasındadır. Kraton klinik, sağlamlığınız uğur hekayəmizdir. Verilişimiz Kraton klinikasının sponsorluğu ilə davam edir. Mənim boyum 1.65-dir və kilom 67-dir hal-hazırda. Sizcə necə olmalıdır? Modadan söhbət gedirsə, məsəl üçün 60-cı illərə qədər daha ətli bədən, balıq ətli xanımlar. Xanımlar daha populyar idi. Ətli canlı. 2000-ci illərinə baxsaq, çox arıq, belə fotomodel.
İndi bu gün bizdə yenə o 60-cı illərin trendlərə biraz yaxınlaşmışıq. Bəli. Xanımlar sevinin, yəni artıq arıqlamaq lazım deyil. İndi məsəl üçün bədən quruluşu aşağıda qadınlar üçün biraz belə dolu. Mənim məsləhətim odur ki, yəni siz trendlərə ilişməyəsiniz və sizin xarici görünüşünüz daha çox tiplə bağlı olmalıdır. Tipin haqqında danışırıqsa, qadınlar üçün bədən faizi 30% bədənin pidirsə, təbii ki, siz sağlam deyilsiniz. Kişilər üçün 25%-dir. Yəni 25%-dən çox bədən çəkisi pidirsə, təbii ki. Bəli, ona görə ki, kişilərin əzələ kütləsi daha çoxdur və ümumiyyətlə orta statistik kişini və qadını götürəndə kişinin daha böyük çəkisi var. Ona görə də bizdə faizlər biraz dəyişir. Və yəni sizin bədən çəkisi ancaq o halda yaxşıdır ki, nə vaxt ki siz sağlamsınız və özünüzü yaxşı hiss edirsiniz. Bəli. Qadınlarla kişilər arasında fərq necədir? Yəni qadınlar mı daha tez nəticə əldə edir, yoxsa kişilər mi? Bir də məni narahat edən 40 yaşdan sonra belə olur da, narahat edən bir məsələ var. Qadınlar mı daha tez bədən olaraq qocalır, yoxsa kişilər? Belə deyim də, obyektiv bir cavab vermək üçün biz yenə də tibbə müraciət etməliyik və təxmini eyni qocalırlar. Ola bilsin ki, kişilər daha gec qocalmağa meyillidirlər. Ona görə ki, daha çox əzələ kütləsinin sahib olduğuna görə. Və yaşla gələn bir oynaq problemləri və s. onlar daha gec yaşaya bilirlər. Amma biz statistikaya qayıdanda görürük ki, yəni kişilərin arasında həyat dövrü daha qısadır. Qadınlar daha çox yaşayır. Çox faktorlar var. Bu suala cavab vermək üçün, yəni biz çox metrikaları nəzərə alıb dərin araşdırıb cavab verməliyik. Amma belə deyim, subyektiv olaraq mənim təcrübəmə görə adətən qadınlardır və izah edim nəyə görə. Bir, o qadın hamilə olduqca təbii ki, öz bədən resurslarını 2 qat istifadə edir. Təbii ki, qadınların bədəni ona uyğunlaşıb, amma yenə də bu bədəndir və xüsusi qədər resursu var. B, qadın hamilə olandan sonra təbii ki, mədəniyyətdən mədəniyyətə çox şey dəyişir, amma bizdə olanı, məsəl üçün mən görürəm ki, hamilə olandan sonra artıq bütün fikri ancaq uşaqda olur. Evladına həsr edir. Bəli. Və özünə daha az fikir verir. Demirəm ki, bütün ailələrdə belədir, amma məncə əksər ailələrdə həqiqətən belədir. Kişilər də bir müddətə çatandan sonra mən adətən zarafatla deyirəm ki, evləndən sonra artıq qarnı çıxır. Bu belədir amma. Bu belədir. Bu acı həqiqətdir. Artıq sən yarışda deyilsən, heç kimi cəlb etməməlisən, nəticədə özünə baxmalısan. Mənə elə gəlir ki, Əli bəyin sözündə həqiqət var. Ümumiyyətlə Azərbaycanlılar dünyaya evlad gətirdikdən sonra bütün həyatlarını evlada həsr edir. Özlərini ikinci planda saxlayırlar. Bilmirəm indi bu nə qədər doğrudur. Mən həmişə deyirəm ki, yəni sən xoşbəxtsənsə, evladın da xoşbəxtdir. Yəni sən xoşbəxt deyilsənsə, evladın da xoşbəxt olmayacaq. Eyni şəkildə sağlamlığın haqqında da mental ya da fiziki. Aydındır. Qadınlar yoxsa kişilər işdə narahatdır? Məncə heç bir fərq yoxdur. Yəni ən azı mən müştərilərlə işləyərkən əvvəlcədən müzakirə edirəm ki, yəni hansı məqsədlə gəlmisən, nə üçün gəlmisən, sağlamlıqla olan problemin var, yoxdur və s. Yəni belə deyim də, o tibbdə adlanan anamnez, yəni əvvəlcədən olan bir məlumatı sən yığırsan ki, yəni okey, sən bilərsən ki, yəni sən bu müştəriyə həqiqətən bir dəstək göstərə bilərsən, yoxsa yox. Bəzi müştərilər olur ki, mən deyirəm ki, mən sizə heç cür kömək edə bilmərəm. Ona görə ki, mən görürəm ki, yəni o müştəri gəlib lazım olan nəticəyə çatmayacaq. Hiss edirsiz həmən baxan kimi, danışan kimi? Təbii ki, danışaraq təcrübədən bu yaranır. Və bu istək, o gözəl bir sitat var. Biz ancaq o halda dəyişirik ki, nə vaxt ki, indiki anın ağrısı dəyişmək
qorxusundan güclüdür. Gözəl. Və insan gəlib o nöqtəyə çatmalı. Mən hələ görməmişəm ki, insan gəlsin desin ki, mən gözələm, hər şey yaxşıdır. Gəlin məşq edək ya da sağlamlıqla məşğul olaq və həmin insan davamlı şəkildə gəlir, məşğul olur və Təcrübənizdə bu yoxdur. Ancaq insan gəlib insanlar. çatır pik nöqtəyə, görür ki, güzgüyə baxıb deyir ki, yox, belə artıq mən yaşaya bilmərəm. Bu mənəm. Həm də mənəm. Gəlib bu nöqtəyə çatandan sonra, hələ yəni bu nöqtənin pik səviyyəsinə çatandan sonra artıq gəlib öz üzərində işləməyə davam edir və hər şey yaxşı olsa, təbii ki, o davamlı olacaq və sırf mənim düşüncəmə görə, yəni yaxşı mütəxəssisin məqsədi odur ki, 3, 6, 9 ayın ərzində çalışarkən müştərini öz sağlamlığına qayğı göstərməyi öyrətsin ki, başqa insanlara imkan olsun ki, kömək etsin və həmin insan artıq özü davam edə bilsin. Sizin yanınıza məsələn qadın və ya kişi gələndə müraciət edəndə siz mütləq şəkildə deyirsiniz ki, həkim müayinəsindən keçmisinizmi, hansı vitaminlər çatır, çatmır, siz bir bunu öyrənin. Ağır çəkili xanımlar olsun ya da bəylər olsun fərq etməz. Bunlardanmı məhz bu analizləri istəyirsiniz, yoxsa qarşınızda olan hər kəsdən bu analizlər tələb olunur? Reabilitoloq olduğuna görə və mənim biliklərim daha geniş olduğuna görə mən onlara baxıb tövsiyə verə bilirəm. Amma yenə də həkimin yanına istiqamətləndirirəm. Və məşqçinin borcudur ki, məncə əvvəlcədən soruşsun ki, sağlamlıqla problemin var, yoxsa yox. Çox önəmlidir. Varsa ya da ehtimal varsa və adətən sizin artıq çəkiniz varsa, 100% sizdə sağlamlıqla probleminiz var, hormonlarla probleminiz var və yaxşı olar ki, siz ilk növbədə həkimin yanına müraciət edərsiniz, analizləri verərsiniz, lazım olan məlumatını alarsınız və vitaminlər komplekslərini ona əsasən verilir. Tövsiyə verərək, məsəl üçün mən adətən tövsiyə verəndə fərqli bir vitaminləri, məsəl üçün maqnezium kimi hamıya məsəl üçün tövsiyə edə bilərəm. Və bilirəm ki, məsəl üçün o terapevtik dozadır. Gündəlik fəaliyyətimizdə biz stres çox yaşayırıq, daha yaxşı yatmaq üçün. Sadəcə əvvəlcədən soruşmaq lazım. Ona görə ki, bəzi insanlar heç özləri də bilmirlər ki, onlarda problem var. Bədənlərini tanımırlar. Son zamanlar 30-40 yaşlar arasında daha çox kişilərdə olur bu. Məşq zallarında ürək tutmadan dünyasını dəyişirlər. Və sizcə bu nədən irəli gəlir? Yəni də obyektiv olmaq üçün hər bir halı biz araşdırıb dərin araşdırıb baxmalıyıq. Səbəb nədədir? Bəlkə bu insan artıq xəstəliyi var idi, nəsə qəbul edib, etməyib və s. Amma yenə də mənim cavabım subyektiv olacaq. Yəni sadəcə bir məntiqlə çalışacağam bir zəncir qurum. Birinci faktor bizim mədəniyyətdə, Azərbaycanda işləyən kişilərin sayı qadınlardan nisbətən daha çoxdur. Nəticədə kişilər daha çox stres yaşayırlar. Maşın sürərkən daha çox, yəni kişilər sürücülərdir. O gündəlik bir stresdir. Gündəlik stres belə bir hormonun ifrazına əmələ gəlir. O kortizol adlanan bir hormon, stres hormonudur. O da təbii ki, ürək-damar sisteminə təsir edir və axırıncı bir faktor tez nəticəni əldə etmək üçün bəli, bizdə zallarda trendlər var. Ümumiyyətlə dərmanları istifadə edirlər. Həkimin nəzarəti almadan, heç kimlə məsləhətləşmədən, təbii ki, öz analizləri, öz bədənini tanımadan və təbii ki, o gəlib bir problemlərə çıxarda bilər. Amma yenə də deyirəm, o baş verən halların səbəbi o idi, yoxsa yox, mən bilmirəm. Yəni ola bilsin ki, səbəb tam fərqlidir və insanda artıq bu problem var idi. Bəzən xanımlar deyir ki, mən bütün gün idmanla məşğul olaram, az qala hava ilə qidalanıram, amma yenə də arıqlamıram. Bu qadınların uydurmasıdır, yoxsa hormonal pozuntudur? Kim ki deyir ki, yəni məsəl üçün mən heç nə yemirəm, hava ilə dolaram, amma yenə kökəlirəm ya da çəkimi sala bilmirəm, o həmin insanın subyektiv bir düşüncədir və siz rəqəmlərə baxaraq görəcəksiniz ki, yox, yəni bu insan ya da lazım olanı yeyir, ya da artıqlaması yeyir. Bu birinci bir hissədir. İkinci, təbii ki, çəki salma yolunda bəzi faktorlar təsir edə bilir. İnsulin rezistentliyi, T3, T4 zop
zob problemləri, qalxan və rivəz təsir edə bilər. Təbii ki, həyat tərzi, kortizol. O çox insan deyir ki, yəni o heç önəmli deyil, stres bütün gündür, onsuz da stressiz biz yaşaya bilmirik. Amma yüksək səviyyədə olan kortizol bədəndə Cushing problemlərə gəlib çıxarda bilir. Bu birdir. İkincisi o yuxuya təsir edir. Bizim də bərpamız yuxuda olur və bu üç faktorlar təbii ki, çəki salma yolunda çətinlik yarada bilərlər. Demək, Əli bəy, Türkiyədə 2 doktor belə bir iddia irəli sürmüşdü ki, bir doktor deyir ki, əslində idman etmək lazım deyil, idman insanı qocaldır. Yəni bədəni stressə soxursan, bədən lazım olmayan stressi yaşayır və yorulur. Bu yorğunluq da insanı qocaldır. Digər bir kardioloq da onun dediklərinin əks edir ki, ürək üçün, bədənimizin digər bütün orqanları üçün idman, xüsusilə ağırlıq qaldırma vacibdir. Başqa bir həkim isə deyir ki, ağırlıq qaldırmaq onurğamıza, əzələlərimizə və əlbəttə ki, sümüklərimizə ziyandır. Biz indi hansına inanırıq? Ola bilsin ki, kontekstdən götürüb bir nəticəyə çıxardıblar. Yenə deyirəm, kompleks yanaşmalıyıq və fərqli insanlara fərqli bir tövsiyə verəcəyik. Amma belə normada olan insan haqqında biz danışırıqsa, idman professional formada təbii ki, sağlam deyil. Ona görə ki, orada biz öz məqsəd bədən limitlərə çatmaqdır. Və təbii ki, nəticədə biz bunun canına öz sağlamlığını da veririk. Sırf sağlamlıq cəhətdən söhbət gedirsə, sadəcə kifayət qədər aktivlik, yürüyüş ya da və qidə fikir verdikcə, nəzarət etdikcə təbii ki, siz normada qalacaqsınız. İndi biz qocalmağını nəzərə alırıqsa və istəyirik ki, yəni, maksimal qədər gec qocalaq, adətən mən zarafat üçün deyirəm ki, həyat məqsədi odur ki, maksimal qədər gec cavan ölməkdir. Və uzun yaşamalıyıq. Bəli. İnşallah. Və burada biz oynaqlarımızı və əzələlərimizi qorumalıyıq. Onları qorumaq üçün güc məşqləri eyni vaxtında həm müsbət, həm də mənfi təsiri verə bilər. Düzgün qaydada siz edirsinizsə, müsbət təsiri görəcəksiniz və siz bədənə stimul verəcəksiniz ki, əzələ kütləsi artsın, yəni yeni əzələ lifləri əmələ gəlsin. Nəticədə köhnə əzələ lifləri öləndə yenilər əmələ gəlir. Nəticədə siz əzələ kütləsində azalmanı görmürsünüz. Yəni qoca olan insanlar nəyə görə belə gəzir, çətinlik çəkir, oynaq problemləri, əzələ kütləsi azalır. Əzələ ümumiyyətlə bədənimiz üçün əhəmiyyətlidir. Bəli, demək olar ki, bu orqanlardan biridir. Yəni və eyni vaxtında sağlam olmayan formada etdikcə, ona görə mən adətən insanlara tövsiyə edirəm ki, yəni siz idmana təzə başlamısınızsa, heç olmasa 3 ayın ərzində müəllimin yanına gelin, qoy sizə o ən azı oturub qalxmağın texnikasını göstərsin ki, siz gələcəkdə özünə problem yaratmayasınız. Ona görə ki, eyni çalışmadan siz həm müsbət təsiri görə biləcəksiniz, həm mənfi. Çox idmana başlamaq istəyir. Bizdə belə bir şey var da, birinci gündən başlayaram. Deyirik ki, bazar ertəsindən başlayacağıq, amma heç cür özündə... O bazar ertəsi gəlmir. Heç cür özündə güc tapmır, uzadır. Yəni, bax, belə insanlar çoxdur. Onlardan biri də mənəm. Bax, necə özümüzə motivasiya eləyək? Adətən insanlar təzə mənə müraciət edəndə mən həm bu proses necə gedir izah edirəm və tez nəticəni əldə edənlər üçün mən deyirəm ki, sən hamiləsənsə, nə qədər tez istəsən də belə 9 aydan tez uşağı görməyəcəksən. Eyni şəkildə də arıqlamaq yolunda xüsusi bir zaman lazımdır və onu mən adətən 3 aydan 6 aya qədər təxmini mən rəqəmləri deyirəm ki, yəni filan qədər arıqlayacaqsan, əvvəl sonra şəkli bir-birinin yanına qoyanda böyük bir fərq görəcəksən. Bu birdir. İdmana getmək üçün belə deyim, bizim mental motivasiya heç nə həll etmir. Yəni davamlılıq. Yəni siz bir ayın ərzində bir dəfə çıxıb var gücü ilə qaçsaz nəticəni görəcəksiniz, yoxsa hər gün biraz qaçsaz, yüngül qaçsaz nəticəni görəcəksiniz. Təbii ki. Eyni bu davamlı olmaq üçün də bizdə fiziki problem deyil, mental bir problemdir. Mental problem nədən ibarətdir? Bu siz yeni vərdiş
yaratmalısınız. Bəli. Vərdişin yaranması üçün bir neçə faktorlara biz baxmalıyıq. Birinci, insan deyir ki, birinci gündən mən nəyisə başlayacağam. Deyir, həm idmana gedəcəm, həm qidaya fikir verəcəm, həm kardiomu edəcəm, həm sağlam həyat tərzini edəcəm. O nəzərə almır ki, onun gündəlik fəaliyyətində X qədər stressləri var. Bu stresslə rastlaşmaq üçün ona uyğun bir ehtiyatı var. Və deyir ki, birdən-birə mənim plus 10 dənə də ya da 5 dənə də əlavə bir stress olacaq. Ona görə ki, yəni yeni vərdişlər bu stressdir. Siz komfort zonadan çıxırsınız. Və təbii ki, nəticədə siz onları bir gün, 2 gün, bir həftə, 2 həftə maksimum əməl edirsiniz. Sonra isə artıq buraxmağa çalışırsınız. Buraxdıqca özünüzü içinizdə danlayırsınız. O hissini yaşamaq istəmirsiniz. Nəticədə deyirsiniz ki, əşi olmasın. İndi deyirsiz olmasın. Düzgün yanaşma isə özünün qarşısında düzgün, real bir hədəfləri qoymaqdır. Və mən həmişə deyirəm ki, yəni sənin uşağın da var, işin də var, stressin çoxdursa, gündə 15 dəqiqə sənin gündəlik fəaliyyətinə təsir etməyən vaxtını bir seç və 15 dəqiqə sadəcə yürüyüş, gəz. Bu qədər. Yəni o çox asan əməl olunan bir şərtdir. Onu edəndən sonra cəmi bir vərdiş bir ayın ərzində. Onu əlavə edəndən sonra ikinci vərdişə keçirsiniz. Üçüncü vərdiş yavaş-yavaş belə siz görürsünüz ki, 3-6 aydan sonra wow, mənim 3 dənə ya da 5 dənə ya da 2 dənə olsa da belə yeni vərdişlərim var və mənim həm həyat tərzim dəyişir, düşüncənim də dəyişir və nəticədə siz stressdə yaşamırsınız. Siz sağlamlığı və artıq olan həyatının quruluşu ilə bir-birindən müqayisə etmirsiniz. Yürüyüşdən başlayırıq, əziz dostlar. Mən yürüyüşdən başlayacağam. İdman salonları, yəni idman zalları yoxsa açıq hava? Hər şey məqsəddən asılıdır. Təbii ki, idman zalı mən daha çox üstünlük verərdim. Əslində trenajyorlar ilk olaraq sağlamlıqda ya da travmaları olan, yəni tip məqsədi ilə quraşdırılıb və nəticədə orada travma almağın ehtimalı çox azdır. Zədə almağın ehtimalı çox azdır. Nəyə görə? Yəni siz trenajyoru istifadə edərək xüsusi bir diapazonda istifadə edirsiniz. Sərbəst çəkilərlə isə təbii ki, o elə olmaya bilər. İstəyərdim ki, tamaşaçılarımız üçün son olaraq nəyi tövsiyə edərsiniz, nəyi məsləhət görərsiniz? İlk növbədə yuxudur. Minimum 7-8 saat yatın və yaxşı olardı ki, o axşam vaxtında olsun. Ən çətini. Yes. Yemək yeyəndə zülalla dolu, liflərlə dolu yeməkləri yeyin. İmkan daxilində gəzin ya da güc məşqləri edin və təbii ki, stresi azaltmaq çox mənasız bir məncə məsləhətdir, amma sizin və stresin arasında olan bir məsafəni maksimal qədər uzadın. Bu isə ancaq öz mental vəziyyətinin üzərində işləmək, kitab oxuyun, araşdırın, psixoloqlara müraciət edin, baxın, öyrənin ki, yəni sizin dünya görüşünüz o qədər güclü olsun ki, sizə arxadan siqnal verən sürücüyə çönüb azar deməyəsiniz. Nə gözəl məsləhət oldu. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirik. Əziz tamaşaçılarımız, verilişimizin baş sponsoru Kraton Klinikasıdır. Yenidən görüşmək ümid ilə sizinlə sağollaşırıq. Sağlam olun. Hələlik. Kraton Klinik sağlamlığınızı qeydinə qalır. Klinikada qadın və kişi sağlamlığı, gastroenterologiya, hepatologiya, kosmetologiya, həmçinin estetik cərrahiyyə fəaliyyət göstərir. Tibb müəssisəsində uşaq sağlamlığı mərkəzi, eləcə də fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də var. Yüksək peşəkar mütəxəssislər, endokrinoloq, diyetoloq, kardioloq, terapevt, infeksionist, dermatoloq, ginekoloq, uroloq, androloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətləri mövcuddur. Xəstələrimiz əmin ola bilərlər ki, estetik cərrahiyyə, estetik ginekologiya və andrologiyada istifadə olunan son model cihazlar məhz Kraton Klinikasınındır. Kraton Klinik, sağlamlığınız uğur hekayənizdir.